Öz büdcəmiz ilə qurmağa çalışdığımız studiyamızın dizaynını tamamlamaq üçün düşdük şəhərin canına. Sədəlidən əlimizi üzdüyümüz üçün artıq şəhərdəki mağazaları gəzirdik. Divan işini də tamamladıq, divanımız da hazırdır. Axtardıqlarımızı tapa bilməyəcəyik deyə əlimizi üzmüşdük ki, yol üstü bir mağazaya rast gəldik və maraq üçün dedik mağazanı bir gəzək. Ofisimiz üçün nə axtarırdıqsa tapa biləcəyimiz bir məkandayıq. Gözümdə canlandırdığım dizayn üçün lazım olan hər şeyi burada tapıb, hamısını da səbətə doldurub yollandıq ofisə ki, dizayn işlərimizi tamamlayaq. Sən demə, işin ən çətin tərəfi də elə bundan sonra başlayır. Pərdə taxmaq işi zülm imiş. Sizə düzəldə bilmədiyimiz stullardan, asmaqda çətinlik çəkdiyimiz pərdələrdənmi danışım, yoxsa dizaynda nəyi hara yerləşdirəcəyimdənmi? Bohem tərzini xüsusilə sevdiyim üçün istədim bir köşədə bohem tərzində olsun. Mən elə bilirdim ki, öz şəxsi brendimin sahibi olduqdan sonra prenseslər kimi yaşayacağam. Səndim elə ən çox özüm işləyəcəymişəm. Burada fürsət bilib biraz dincəlirəm də. Heç nə tapa bilmirəm deyə o qədər dekor almışam ki, bilmirdim hansını hara yerləşdirim. Təbii ki, bir günə bütün dizaynı tamamlaya bilmədiyim üçün növbəti videoda isə sizə ofis tur edəcəyəm.